qardaşımızın parlaq həyat ilə rəhbərlik elədiyi reabilitasiya mərkəzindədir. Sağ olsun ki, dəstək olub, sağaltma yolunda, belə deyim də, əziyyət çəkmirsən. Minnətdarım qardaş sənə. Bugünkü gündə də demək olar ki, reabilitasiyalarda olub, dostlarımız var ki, hansı ki, sırf eləyirlər. Və mən bu böyük təcrübəm olduğuna görə, mən o sırf yolunda onlara həqiqətən də sağ olsun Fəxri müəllim şərait yaradıb burada onların demək olar ki, bir nömrəli sırfdan sonra ayıq qalmaları üçün dəstək olub kömək oluram. Mənim öydə dədəm anam mənə qayıt deyir ki, bala qapının ağzına çıxma utanır. Amma halbuki bunlar mənə fəxr edir ki, bizim oğlumuz belə oynadı, belə oğlandı, institut belə qutarıb, əskərlik, fəxr fərmanla çəkib. Aprel döyüşlərində mən könüllü gelib ki, səngərə girən adamım, erməni gül atan adamım. Təsəvvür et ki, 1.50 mən hədəfə vuran adamım. Həqiqətən də Varavskoyun içəndə də elə silaha da meyilliyim çox olub da. Bir şey ki, əlimdə silah davanımla zarjat eləyirdi. Bir əlim misal üçün yaralı olarsa, davanımla belə vurub, zarjat eləyirdim. Lan elə bir ki, tətiyin başlı tərəfində o baxlası yer yoxdur nişangahın. Yəni, silahın içində çox əlləşəydim, bildin mi nətən? Gəldim elə bir perioda düşdüm ki, məni öpüb gözünün üstünə qoyan adamlar məndən qaçırdı. Nə köhnə dostlarımdan biri axtardı məni. Nə öyümün içərisində. Dədəm gecənin birində, oxum gecə saat 1 idim, 2 idim. Qalxdı, gəldi belə, mən də oturmuşam koridorda. Evdə tıncıxıyram lan, elə bil ki, savağa malım yoxdur. Çox pis vəziyyətdəyəm. Gəldi belə-belə çiynimdən vurdu, qayıt deyir ki, haya. Ala bu 10 manatı, get narkotik elə. Amma gəl savağaz yaxın, 5-də, 6-da, git özünü gir, hamamda az, heç kim görməsin səni. Mən dedi, ölüb yerə girərəm dedi, sən dedi, damarında malla dedi, sən periyodoz yiyib ölsən, onsuz da ölürsən dedi. Get dedi, çoxması, indiyə nə kim dedi, sən dedi, bir belə xətir, hörmət, ömrü boyu ortalıqda atsan çıxardıbsan, ömrü boyu hər yerdə, şəhərdə yəni biz o vaxtda bütün ortalıqda kimlər var idi, hamısı biz gözəl tanıyırlar yəni şəhərdə. Həm idmandan nailiyyət elədiyimə görə, yəni şəhərdə elə yerlər var idi ki, elə klublar var idi ki, biz oraya o günə saldıq ki, onun axırda yerində sinema lentini qoydular. Bağladılar elə yerlər var idi, biz girib çıxırdıq, oralar bağlandı. Kimlər elə bir ki, şəhərə gəlirdi, nəysə bir ortalıqdan belə elə, biz də gecə gündüz yatmayan adamlar, narkotik təsir altında adam mı yatar, qardaş? Yəni, bircə dənə şey odur ki, beyində məqsədim o idi ki, mən elə Liboy temada lider olmuşamsa, elə olmalıyam da, vəssalam, liderliyimi qoruyub saxlamalıyam. Necə, nə cür? Misal üçün, narkotik elə bir şeydir ki, o bir müddətdən sonra onun dozası azalanda onu artıq eləməlisən ki, həmin eufariya səndə olsun, həmin hərəkəti sən eləyə bilərsən. Yəni, uzağı həmin balaca bir doz oyu eləsən, sən yəni yerindən qalxaq istəyirsən, sadəcə olaraq nəfəs ala bilərsən. Nəfəsin kəsilməməkdən ötürü olunan doza var, durub hərəkət eləməkdən ötürü olunan doza var da, narkotik belədir. Kriminal həyatda da ola-ola 13 maşınım deyil. 2 öyüm gedib. 700 mində dəftərə yazılan pul gedib, qardaş. Hələ mənim xarşladığım narkotika demirəm. Nələr qumara qoymuşam demirəm. Varavskoy deyilədir ki, Varavskoyun ortasında elə bil ki, bir əyləncəli bir gəlir yeri var, o da qumardır. Qumar özü də çox ağır mövzudur, yəni qumar da gələk elə bir adamla oturasan, oynayasan ki, yəni o Sarablı olur, sən qumar stoluna oturursan, o Sarablı bir adamdır. Qumarın özü mənim hardasa bir 80-90 minə kimi puluma aparır. Həm kazinolu, həm beləli. Narkotik istifadə elədiyin vaxtda Varavskoyda olan qardaşlar da, belə deyək, orada olan kriminal aləmin nümayəndələri necə baxırdı sənə? Məlumatları var idi. Hə, yüngülə bir söz demirdilər. Amma ağır olanda mənə zəh vurub
oradan buradan misal üçün nömrəmdə tapanmayanda söz göndərirlər. Çay ona deyirlər, ona yaraşmır. Yaraşmır buna deyirlər, bu niyə belə eləyir? Bəs cana, bəs deyim deyirlər. Axırıncı dəfə böyük qardaş var. Mənlə görüntülü danışmaq istədi ki, elə bir ki, qısa səd olaraq desin ki, yəni, bundan sonra narkotik eləmədən, Ruslan, bir dostluğumuz, yoldaşlığımız var, oğul olmamışdan qabaq, yəni, münasibətimiz olub. Görüntüyə çıxmadım. Yəni, dostluq münasibətimiz var da, belə deyək. Çıxmadım, utandığımdan. Yəni, üzüm olmadı. Qoymurdular, ayqın. Bax, Ruslan, bayaqdan danışırsan, söhbət eləyirsən. Buyurun. Bir kriminal. Demək olarmı ki, səni bu kriminala sevdirən, kriminalı sənə maraqlandıran əvvəli nə işə çəkmək olub? Əlbəttə ki, əlbəttə ki. Yəni, nə işə çəkmirsən, sən artıq maraq yaratmısan. Mənim qardaşım, biz gəlir, deyirəm ki, mən idmançı bir adam idim, hansı ki, mən fikirləşirdim ki, mən Avropa çempionu olmalıyam, mən dünya çempionu. Həqiqətən də zalda birinci gəlib, müəllimimin, ərazində Etibar müəllim var, həm də qonşumdur. Onun iki tələbəsi mən olmuşam, indiyənə kimi də hamıya deyil. Məndə ürək də var idi, güc də var idi öz yaşlarımın içərisində. Biraz texnikam zəif idi. Texnar döyüdüm, bana bilir. O da onu deyirdi ki, zaldan deyirdi, sən çıxma deyirdi, səni Yonqalev düzəldəcəm. Yəni, səni Avropa çempionatı kimi hazırlayacağım, dünya çempionatı kimi hazırlayacağım. Sən də məni bağışla, mən bu nəşiyə qurşanandan sonra Avropa çempionatına yox, Varavskoyda avtoritet olmağa fikrim oldu. Yəni, gənclər, bir daha vurğuluyuram ki, xan yeməyi kimi deyilən nəşə insanı gətirir, yönləndirir, çıxardır kriminala. Kriminala meyilli olursan cinayətkar. Və cinayətkarın da sonu həbsxanadır, ya da ki, ölümdür, ya da qaçaqçılıqdır, anasının göz yaşlarıdır, çox şeylər demək olar. Evindən, eşiyindən didərini düşməkdir. Bir növbəli. Yəni, insanın ən vacib olan bir şey deyək, müqəddəs ailəsidir. Evinin içərisinin qədrini bilməyən oğlan, heç vaxt çöl barədə kimsə qədrini bilənməz mənim güzəl qardaşım.